Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların artımı ilə bağlı son məlumatları çatdıracağıq. Pensiyalar nə qədər artırılacaq, hansı faiz dərəcəsi ilə artırılacaq və nə qədər hansı formada ödəniləcək, hansı tarixdən artırılacaq, ətraflı şəkildə məlumat verəcəyik. Sizlər üçün siyah hazırlamışıq. Hansı pensiya nə qədər artır, dəqiq rəqəmlərlə sizlər üçün göstərəcəyik hörmətli izləyicilər. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbət dəfə bu cür video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, videomuza keçid edək. Əmək pensiyalarındakı artım 9,2% qeyd olunub hörmətli izləyicilər. Hesablanma ayı isə yanvar ayı qeyd olunub. Pensiya artımları fevral ayında ödəniləcək, ancaq hesablanma ayı isə yanvar ayıdır. Yəni pensiyalar yanvar ayı hesablanacaq. Fevral ayında isə həm yanvar ayının artımı, həm də fevral ayının artımı 2 ay bir yerdə ödəniləcək hörmətli izləyicilər. Artımları sizlərə təqdim edirik hörmətli izləyicilər. Cədvəl şəklində bundan əvvəlki videomuzda sizlər üçün cədvəllər təqdim etmişdik, ancaq cədvəlin əvvəlki hissələrini, yəni 320 manatdan başlayan əmək pensiyalarını təqdim etməmişdik və sizlər üçün də lap əvvəldən pensiya artımlarını təqdim edirik. 320 manat əmək pensiyası, yəni minimum əmək pensiyası artırılaraq 350 manata çatdırılması qeyd olunur. 327 manat 357 manata çatdırılacaq, 332 manat 362 manata çatdırılacaq və digər artımları da sırayla görürsüz. Bu cədvəldə digər cədvəlimizə keçid edək. Bunu daha əvvəl də paylaşmışdıq. Ən yeni cədvəl isə budur hörmətli izləyicilər. 367 manat əmək pensiyası alan vətəndaşımızın 33 manat artımdan sonra əmək pensiyası 400 manata çatdırılacaq. Digər cədvəldə isə pensiyaları görürsüz. 372 manat 406 manat olacaq, 393 manat 429 manat olacaq və digər artımları da aşağıdakı rəqəmlərlə görə bilərsiniz. Digər siyahımıza keçid edək hörmətli izləyicilər. 467 manat əmək pensiyası alan vətəndaşımızın 42 manat pensiya artımından sonra 509 manat alması qeyd olunur. 478 manat 521 manat olacaq, 484 manat pensiya 528 manat olacaq, 492 manat pensiya 537 manata çatdırılacaq 45 manatlıq artımdan sonra. Artımları isə qeyd etmiş hörmətli izləyicilər və 538 manat əmək pensiyası 49 manat artımdan sonra 587 manata qaldırılacaq. Pensiyaların hamısını oxumuram hörmətli izləyicilər, çünki videonun uzun alınmasını istəmirəm. Ona görə də ekranda sizin üçün paylaşmışıq. Öz pensiya artımınızı özünüz də oxuya bilərsiniz ekrandan. Hörmətli izləyicilər, digər səhifəyə keçid etdik. 552 manat əmək pensiyası 50 manat artımdan sonra 602 manata çatdırılacaq. 589 manat əmək pensiyası 54 manat artımdan sonra 643 manata çatdırılacaq və 636 manat əmək pensiyası 58 manatlıq artımdan sonra 694 manata çatdırılacaq. Digər pensiyalarda ekranda gördüyünüz kimidir. Və böyük rəqəmli pensiyalara keçid edirik. 648 manat əmək pensiyası 59 manatlıq artımdan sonra 707 manata çatdırılacaq. 667 manat əmək pensiyası 61 manatlıq artımdan sonra 728 manata çatdırılacaq. 697 manat əmək pensiyası 761 manat olacaq. 731 manat əmək pensiyası isə 798 manata çatdırılacaq. Digər böyük pensiyalara keçid edirik. 744 manat əmək pensiyası 812 manata çatdırılacaq, 752 manat 821 manata çatdırılacaq. Növbəti pensiya artımı cədvəlimizə keçid edək hörmətli izləyicilər. Sizə təqdim etdiyim, yəni bu videoda təqdim etdiyim sonuncu pensiya artımı cədvəlidir. 864 manat əmək pensiyasının artımı 79 manatlıq artımdan sonra 943 manata çatdırılır. 881 manat əmək pensiyasının artımı 81 manat təşkil edir və 962 manata çatdırılır. 897 manat əmək pensiyasının artımı 82 manat artırılaraq 979 manata çatdırılır. 914 manat əmək pensiyası 84 manatlıq artımdan sonra 998 manat olur. 936 manat əmək pensiyası 1022 manata çatdırılır. 958 manat əmək pensiyası 88 manat artımdan sonra 1046 manata çatdırılır. 972 manat əmək pensiyası 1061 manata çatdırılır. 987 manat əmək pensiyası isə 90 manatlıq artımdan sonra 1077 manata çatdırılır. Sizlər üçün cədvəlləri təqdim etdik hörmətli izləyicilər. Cədvəllərə bir daha geri dönüş edirik. İzləməyiniz üçün videonu dayandırıb da cədvəlləri izləyə bilərsiniz. Öz aldığınız pensiyanın artımına baxa bilərsiniz. Hörmətli izləyicilər, sizlər üçün sürətli şəkildə geri dönüş edirik. Və qeyd edim ki, pensiya artımları, təkrar da qeyd edirəm, yanvar ayı üçün hesablanır və fevral ayında artım faizləri tam dəqiqləşəcək və sizlərin pensiyalarınızın artımları fevral ayında həm yanvar ayının artımı, həm də fevral ayının artımı 2 ay bir yerdə veriləcək. Növbət dəfədə videolar olacaq pensiyalarla bağlı təbii ki. Videolarımızı qaçırmamaq üçün kanalımıza mütləq abunə olun ki,
Biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin və videonu bəyənməyi unutmayın ki, videomuz daha çox vətəndaşa çata bilsin. Növbəti videoda görüşmək ümidi ilə.